Hamıya salamlar. Mən bugün sizlərə kompüterə parol qoymağı öyrədəcəm. Parol qoymaqda əsasən kompüterimizin, məsələn, sizdən başqa heç kim kompüterə girə bilməyəcək. Yəni kompüter sizin face kimi kompüter sizin öz hesabınız olacaq. Məsələn, bunun giriş yolları əsasən buradan göstərim. Siz buradan gəlib girəcəksiniz buna. Üzr istəyirəm, kompüterdə çox proqram olduğuna görə kompüterdə nəsə problem çıxdı. Nəysə, elə buradan girəcək, mən öz şəklimi qoymuşam. Siz buradan girəcəksiniz buna. Gördünüz, təzə bir ekran pəncərə açıldı. Pəncərədə məndə Azərbaycan dilidir, sizdə rus və ya ingilis dili ola bilər. Sizdə burada olacaq parolunuzu silin. Bir dənə parol sileyim. Dəqiq gözləyin. Dəqiq parol silinsin. Mən də sizlərlə parol qoyum. Burada mənim şəklimdir. Sizə böyle şəklinizi dəyişdirin, yeni hesab üçün parol yaradın. Burada parol yaradım var. Siz burada yazacaqsınız öz parolunuzu. Bir də ki, burada siz bir şeyə diqqət eləməlisiniz ki, burada N'dir də. Məsəl üçün, Rus adı olmasın, yalnız N olsun. İndi burada öz parolumuz var. Təzdən deyil. Aha, burada da başqa. Dəqiq gözləyin. Parol belə olsun, burada nə yazır? Burada da var parolu yarat. Siz parolu yaradırsınız və girirsiniz. Burada da baxırıq. Çöldən gələn səslərə görə üzr istəyirəm. Hava çox isti olduğuna görə pəncərəni açıq saxlamışam. Aha. Çöldə də qonşular xalça yığılana görə. Burada da baxım oldu. Siz burada sizdə kompüter, yəni belə göy ekran olanda həmişə kimi xoş gəlmişsiniz zad olmayacaq. Burada olacaq. Məsəl üçün sizdə belə öz şəkliniz zad gələcək də. Siz onu üstə basacaqsınız və burada parol yazın gələcək. Parol yazanda burada, məsələn, buradakı bu ru yoxdur, burada ru olacaq. Siz onun ru'nun üstə girib bunu N eləməlisiniz. Bax belə. N eləyəcəksiniz və parol yarat deyəcəksiniz. Görürsünüz, parol yaradılır. Və kompüter açılanda parolumuz yaradıldı. Kompüter açılanda sizdə öz parolunuzu, nə parol qoymusunuzsa onu yazın və kompüter özü həmişə kimi açacaq. Bir də ki, burada bir şey var ki, kompüterə sizdən başqa heç kim girə bilməyəcək. Bir dənə parol siz bilirsiniz onu. Şəkil parolunuzu dəyişdirin. Bir də ki, şəkil dəyişdirin var. Siz buradan buna girirsiniz. Bu mənim öz şəklimdir. Burada da şəkillər var. Başqa şəkillər baxış yazırsınız. Aha. Buradan arxivlərə girək. Aha, buradan buna girək. Buradan maşın şəkilləridir, şaban şəkili, nə şəkildir, nə qədər şəkil istəyirsinizsə var hamısına. Məsəl üçün götürək bunu. Qoyaq bunu. Baxın. Bunda öz şəkil dəyişdi. Mən şəklimi qoyacağım. Nəysə, daha onsuz sonra eləyərəm. Hələlik uşaqlar. Videomuz bu qədər idi. Gələn dəfəki videolarda görüşərik. İnşallah. Abunə olmağı unutmayın. Like eləyin və kommentlərinizi yaddan çıxartmayın. Hələlik.